Başlayaq. Deməli, düşünsək ki, biz bilirdik ki, xloroplastın xarici membranı hamar, daxili membranı qırışlıdır. Qırışları əmələ gətirənlər tilakoidlərdir. Tilakoidlərin membranlarında bilirdik xlorofil pigmenti olur. İndi bax bu gördüyümüz xloroplastdır. Mütləq ki, biz bunun daxilində tilakoid çəkməliyik. Bax, gördüyümüz də tilakoiddir. İradə müəllimə, tilakoidlər üst-üstə toplaşaraq nə əmələ gətirirdi? Səsim gəlirsə, səsim gəlir sizə mənim. Ayda mənim səsim gəlirsə, Bəli, gəldi. Mən aça bilmədim səsi. Telefon donan kimi elədim. tilakoidlər üst-üstə toplaşaraq nə əmələ gətirir? Xlorofil Yox, ənələrini. tilakoidlər üst-üstə birləşərək əmələ gətirirlər qranlar. Qranlar. Bəli, indi baxaq. Müəllim, kranlar üst-üstə olur, elə deyil. Tilakoidlər üst-üstə olub qran əmələ gətirir. Oldu mu? Tilakoid, qranlar tilakoiddən təşkil olunubdur. Tilakoid də üst-üstə yığılıb qran əmələ gətirir. Mitoxondrinin xloroplastın da daxili membranı içəriyə doğru çöküb, nəticədə qranı o əmələ gətirir. Qran nədən təşkil olunub? Deyirik tilakoiddən. Oldu. Aydındır ayda. Ha, ne baxaq bura. Çəkdiyimizə qeyd etdiyim ki, nədir bu? Tilakoiddir. Tilakoidin membranı üzərində bu qırmızı ilə göstərdiyim bir neçə yerdə ola bilər. Sadəcə mən bir dənəsinin misalında yazıram. Bu gördüyümüz adlanır xlorofil molekulu. İlk öncə nə baş verir? İlk öncə günəş şüaları düşür tilakoidin membranı üzərində olan xlorofil molekulunun üzərinə və bu zaman tilakoidin üzərində olan xlorofil molekulunun elektronlarının müəyyən bir qismi həyəcanlanaraq öz orbitindən çıxır və elektron daşıyıcıları tərəfindən tilakoidin membranının xaricinə doğru daşınır. Bax, bu elektronlar nəyin elektronlarıdır? Xlorofilin elektronlarıdır. Həyəcanlanıb öz orbitini tərk etdi və elektron daşıyıcıları tərəfindən tilakoidin membranının xaricinə doğru daşındı. Əvvəlcə bax, bura var, bax buralar. Buralar tilakoid membranının daxili tərəfidir. Buralar isə tilakoid membranının nə idi? Xaricidir. İndi baxın diqqətlə şəklə. Elektronlar tilakoidin xaricindədir, membranının xaricindədir, daxilindədir. Xaricində. Bəli, xaricindədir. Və həmçinin günəş şüalarının təsiri nəticəsində su molekulu, bax, günəş şüalarının təsiri nəticəsində su molekulu fotolizə uğrayır. Fotoliz suyun təsiri ilə parçalanmaya deyirik. Ayrılır nəyə? OH-a və H-a. Yəni hidroksil ionuna və hidrogen protonuna. Bu gördüyümüz OH-lar təbii ki, burada 1 mol su deyil də.
Reaksiyadan görəcəksiniz. 4 dənə OH mənfi yüklü öz elektronunu, bax bu OH öz elektronunu verir xlorofilə. Verdiyi zaman OH mənfi yükü, 0 yükü əldə edir. Yəni sual düşərsə ki, xlorofilin itirilmiş elektronunun yerini nə doldurur? Deyirik ki, suyun parçalanmasından əmələ gələn hidroksil iyonu. Hidroksil iyonu öz elektronunu verir xlorofilin xlorofil molekuluna, nəticədə xlorofilin itmiş elektronları bərpa olunur. Və bu gördüyümüz 4 dənə OH da birləşərək əmələ gətirir 2 molekul su və oksigen. Bu gördüyümüz oksigen çıxır ətraf mühitə. Belə bir sual verim. Hal-hazırda gördüyümüz proses işığın iştirakı ilə gedir. Düz deyilmi? Günəş işığının, düzdür? Bəli, Deməli, bu proses fotosintezin ilk mərhələsidir. Bu adlanır fotosintezin işıq mərhələsi. Fotosintezin işıq mərhələsində ayda birinci nə baş verdi? Birinci Şüaları, həzlər, xlorofil. bəli, günəş şüaları düşdü xlorofil molekulunun üzərinə və nəticədə xlorofilin atomları həyəcanlandı. Tilakoidin membranının xaricinə doğru elektron tərəfindən daşındı. Mikrofonu bağlı, səsi bağlayaq. Deməli, daşındı. Sonra günəş şüalarının təsirindən su fotolizə uğradı. Əmələ gəldi hidroksil iyonu və hidrogen protonu. OH-lar öz elektronlarını xlorofilin itmiş elektronlarının əvəzinə verdi. Nəticədə xlorofilin elektronları bərpa olundu və OH-lar birləşərək əmələ gətirdi suyu və oksigeni. Hal-hazırda biz fotosintezin işıq mərhələsindən danışırıq. İşıq mərhələsində oksigen əmələ gəlir deyə bilərik. bəli. Bəli, gördüyümüz kimi oksigen əmələ gəlib. Və indi davam eləyirik. Baxın, tilakoidin membranının daxilində bu gördüyümüz hidrogen protonları çoxlu şəkildə düzülür bu şəkildə. Biz gördüyümüz şəkildən məlum olur ki, bizə xlorofilin itmiş elektronları tilakoidin membranının xaricindədir. Tilakoidin membranının daxilində isə hidrogen protonları var. Və bu hidrogen müsbət yüklü hissəciklər ilə mənfi yüklü elektronlar arasında potensiallar fərqi 200 millivolta çatdıqda bu gördüyümüz tilakoidin membranında bu nöqtə, qara nöqtə kimi göstərdiklərim uşaqlar. Bunlar, həmçinin bunlar. Bunlar adlanır ATF sintetaza molekulu. Yadınızdadır, bu əvvəlki dərsimizdə də belə bir şey öyrənmişdik. ATF sintetaza molekulunu. Və bunlar arasında potensiallar fərqi 200 millivolta çatdıqda bu gördüyümüz hissədən açılır proton kanalı və hidrogen protonları çıxır tilakoidin membranının xaricinə. Tilakoidin membranının xarici dediyimiz hissə, yəni bax bu ox çıxartdığım hissə nə adlanır? Stroma. Tilakoidin membranının xarici, yəni stromadır. Hidrogen protonları çıxdığı zaman özləri deyil, onların yaratdığı enerji üstəgələk stromada olan ADF və stromada olan H3PO4-dən əmələ gəlir ATF. İndi sual, işıq mərhələsində ATF əmələ gəlirmi? Bəli, gördüyümüz bu ATF işıq mərhələsində əmələ gəldi. Bu hidrogen protonları isə çıxdığı zaman xlorofilin
itirilmiş elektronlarıyla birləşir və bu gördüyümüz stromada hər zaman nadeif. Nadeif açıqlaması budur. Nikotin, amid, dinukleotit, fosfat. Elə nadeif desəz kifayətdir. Nadeif üstə gələk elektron, elektron, üstə gələk hidrogen bərabərdir nadeif bura H. Yəni bu birləşmə şəklində hidrogen nadeif bura H şəklində toplandı. Artıq işıq mərhələsi bitdi. İndi mən sizə sual verirəm. İradə müəllimə, Nigar müəllimə, sizcə birinci ATF sintez olunur, yoxsa oksigen ayrılır ətrafa? Birinci oksigen ayrılır ətrafa. Bəli, sonra ATF şəklində. ATF yaranır. Bəli. Bəs yaxşı, sizcə birinci ATF əmələ gəlir, yoxsa potensiallar fərqi yaranır? Potensiallar fərqi yaranır. Bəli. Bəs yaxşı, sizcə birinci xlorofilin elektronu tilakoidin membranının xaricinə çıxır, yoxsa oksigen ayrılır? Birinci dediyiniz müəllim. Bəli, bəli. Elektron. Bura qədər Ayda hər şey aydındır. Bəli, müəllim. Tamam. İndi keçirəm növbəti hissəmizə. Baxın. Deməli, bu ATF-dir, nadeif furaxaçda artıq əmələ gəldi. İndi keçirik qaranlıq mərhələyə. Uşaqlar, daha doğrusu müəllimlər, üzr istəyirəm. Qaranlıq mərhələ o deməkdir ki, işığa ehtiyac yoxdur. Yəni, işıq olsa da olar, olmasa da olar. İndi sizə sual verirəm. Sizcə işıqlı havada, yəni günorta vaxtı məsələn, fotosintezin qaranlıq mərhələsi gedir, getmir? Necə Gedir, müəllim? müəllim. Gedir. Fotosintez, hava tutaq ki, işıqlıdır. Fotosintezin işıq mərhələsi də gedir. Qaranlıq. Qaranlıq. Amma hava qaraldısa artıq fotosintezin hansı mərhələsi getmir? İşıq. İşıq. İşıq mərhələsi getmir. Yalnız nə gedir? Qaranlıq. Gedir. Bəli. Və indi baxırıq. Stromada hər zaman stromada olur C5. Biz bu C5-ə pentoza deyə bilərik, çünki 5 karbonludur. Düşünək ki, bunun mol sayı məsələn 5 moldur. 5 mol pentoza var. Hər zaman stromaya kənardan karbon qazı daxil olur. Düşünək ki, 6 moldur daxil olan. Nəticədə 6 mol daxil ol. Burada 25 dənə nə var idi? Karbon var idi. 6 dənə də daxil oldu. Yox, bircə dəqiqə belə eləyək. Qoy say düz olsun. Aha. Bax, düşünün ki, 10 mol 50, 10, aha. 10 mol C5 var. Yəni 50 dənə karbon var. Kənardan da kənardan da getdi. Kənardan da 10 mol karbon qazı daxil olacaq. Nəticədə 10 mol C5, 10 mol nə olacaqdı? C6. Aydındır bu hissə. 10 mol C6. İndi C5-in C6-ya çevrilməsi pentozanın heksozaya çevrilməsidir, düzdür? Nəticədə bu C6-lar
Davamsız birləşmə olduğu üçün parçalanırlar S3-lərə. 10 dənə S6-da bilirik ki, 60 dənə karbon var. 60 dənə karbon neçə dənə S3-ə parçalanar? 20 dənə S3-ə parçalanar. Və bu 20 dənə S3-ün müəyyən bir qismi yenidən birləşərək S5-lər əmələ gətirəcək. Müəyyən bir qismi isə ATF-dən bir fosfat turşusu qalığı qəbul edərək ATF-in ADF-ə çevrilməsinə, həmçinin NADF-FuraxH-dan hidrogen qəbul edərək NADF-FuraxH-ın NADF-ə çevrilməsini təmin edəcək. Nəticədə qaranlıq mərhələdə əmələ gələcək qlükoza molekulu. İndi belə bir şey deyəcəm, baxın diqqətlə. Burada görürsünüz 20 dənə S3 yazmışam. 20 dənə S3-ün düşünün ki, məsələn 10 dənəsi yenidən birləşib S5 əmələ gətirdi. 10 dənə S3-dən neçə dənə S5 əmələ gələr? 5. 10 dənə S3-dən neçə dənə S5 əmələ gəlir? 10 dənə S3 ayda neçə dənə deməkdir? 10 dənə 30 dənə müəllim. 30 dənə, bəli. 30. 30 dənə S3-dən neçə dənə S5 əmələ gələr? 6 dənə. 6 dənə, bəli. Həmin o 6 dənə S5-lər yenidən bu sikli neynir? Davam etdirir. Bax, bu sikl adlanır Calvin sikli. Davamlı şəkildə stromada nə olur? S5 olur, əmələ gəlir S6, sonra S3 əmələ gəlir. S3-lərin bir qismi yenidən S5-lər əmələ gətirir. Bir qismi ATF-dən bir ədəd fosfat turşusu qalığı qəbul edir. ATF-in ADF-ə çevrilməsini təmin edir. Həmçinin ATF-dən o fosfat turşusu qəbul edən hansı idisə o, NADF-FuraxH-dan da hidrogen qəbul edərək nəticədə NADF-FuraxH-ın NADF-ə çevrilməsini təmin edir və nəticədə qlükoz əmələ gəlir. İndi niyə buna Calvin sikli deyirlər? Çünki sikl o deməkdir ki, bir nöqtədən başlayıb digər nöqtədə bitir. Burada da gördüyümüz S5-dən başlayır, yenə fırlanır, gəlir S5-də bitir. İndi diqqətlə baxın. Fotosintezin qaranlıq mərhələsində sintez olundu qlükoza, işıq mərhələsində isə sintez olundu ATF. Biz deyə bilərikmi ki, fotosintezin həm işıq, həm qaranlıq mərhələsində üzvü maddə sintez olunur, yoxsa deyə bilmərik? Deyə bilmərik müəllim. Çünki Niyə? üzvü maddə ATF ATF-dir. maddə deyil mi? təkdir. Maddədə. ATF də axı üzvü maddədir. Düzdür? İndi gəlin, bu indi izah elədiyim hissə ki var. Həmin bax bu hissəni 2x-lə sürətli şəkildə yenə sizlə bərabər şəkildə deyək. Bu hissə çünki çox önəmlidir. Bunu anlamağımız lazımdır. Əvvəlcə mən dediyim müəllim mikrofonu açır, onunla bir hissəni keçək, ondan sonra digərini. Birinci İradə müəllimə mikrofonu açın. Açıqdır müəllim. Deməli, günəş şüaları düşür xlorofil molekulunun üzərinə. Görürsüz ox işarəsini düşdü xlorofilin üzərinə. Bəli. Həmin o xlorofilin elektronlarından bir qismi həyəcanlanaraq öz orbitini tərk eləyir və nəticədə həmin o elektronlar elektron daşıyıcıları tərəfindən tilakoidin membranının xaricinə doğru daşındı. Görürsüz orada elektron mənfi yükləri. Həmin o elektron mənfi yüklər nəyin elektronlarıdır? Daha doğrusu nəyin elektronları idi? Xlorofilin itirilmiş Klorofil. elektronları idi. Bəli. Bəs niyə ora daşındı? Çünki elektron daşıyıcılar daşıdı. Bəli.
Bundan sonra nə olurdu? Deyirdik ki, işıq şüası, günəş şüası eyni şəkildə düşürdü. Suyu fotolizə uğradırdı. Nəticədə əmələ gəlirdi OH və H. OH mənfi yüklü olmasına baxmayaraq mənfi yüklüdür. Həmin o OH öz elektronunu xlorofilə verdi. Xlorofilin itirilmiş elektronunu bərpa etdi. Və artıq xlorofilin üzərinə yenə günəş şüası düşsə, yenə öz elektronunu həyəcanlandırıb xaric edəcək. Həmin o OH-ın özü də sıfır yükü əldə eləyib birləşərək su və nəyə əmələ gətirdi? Oksigen əmələ gətirdi ətrafa. Oksigen də ətrafa ayrıldı. Tamam. Bura qədər aydındır İradə müəllimə. Bəli. Tamam. Nigar müəllimə mikrofonu açın. Bəli. Oksigen ətrafa ayrıldıktan sonra gördüyümüz kimi elektronlar tilakoidin membranının xaricində, hidrogen protonları isə tilakoidin membranının daxilində düzülüb. Və onlar da dedik potensiallar fərqi 200 millivolta çatdıqda ATF sintetaza molekulları arasından hidrogen proton kanalı açılır və nəticədə hidrogen protonları tilakoidin membranının xaricinə çıxır. Tilakoidin membranının xarici nə deməkdir? Stroma deməkdir. Düzdür? Düzdür. Artıq stromaya çıxdı. Stromaya çıxan zaman həmin o hidrogenin gətirdiyi enerji ADF və H3PO4-dən əmələ gəldi. Nə? ATF. Həmçinin stromada olan NADF-lə klorofilin itmiş elektronu və daxildən çölə doğru çıxan hidrogen protonu birləşərək əmələ gətirdi nəyi? NADF vuraq H-ı. Artıq hansı mərhələ bitdi? İşıq mərhələsi bitdi. Bitdi. Aydındırmı? Bəli. Davam eləyirik Aydadan. Ayda qaranlıq mərhələni özündə görüm nətər oldu? Müəllim, qaranlıq mərhələ. Qaranlıq mərhələ hardan başlayır? S5-dən, düzdür? Bəli. Aha. Sikl yaranır. Aha, o S5 yazmışıq. S5, 10 dənə S5 şərti yazmışıq. Ondan Onlar kənardan 10 mol nə qəbul eləyir? Karbon qazı. karbon qazı. Bunlardan nə əmələ gəldi? S6-lar. Var. S6-lar dedik ki, davamsızdır. Nəyə parçalanır? S3-ə. Həmin o S3-lərin bir qismi yenidən birləşdi, nəyə əmələ gətirdi? S5-ləri ki, bu sikl davam eləsin. Bu sikl necə adlanırdı? Calvin sikli. Adlanırdı. Həmin o S5-lərin bəziləri də, S3-lərin bəziləri də ATF-dən fosfat turşusu qalığı, NADF vuraq H-dan hidrogen qəbul edərək ATF-dən bir dənə fosfat turşusu qalığını özünə birləşdirəndə ATF nəyə çevrilir? ADF-ə. NADF vuraq H-dan da bir dənə hidrogen qəbul eləyəndə onu nəyə çevirir? NADF-ə çevirir. Və nəticədə fotosintez zamanı qaranlıq mərhələdə qlükoza sintez olunur. İşıq mərhələsində isə ATF sintez edildi. İndi prosesi anlamışıqsa, sualım belədir. Qlükoza daha tez sintez olunur, yoxsa S3 daha tez əmələ gəlir? S3 daha tez əmələ gəlir. Bəli. Bəli. Bəs yaxşı, qlükoza tez sintez olunur, yoxsa oksigen daha tez xaric olur? Deyəcəyik, Oksigen. oksigen daha tez. Oksigen daha tez. Bəli, ardıcıllığı bax deyirəm. Eyni şəkildə güvənin kitabında da eyni şəkildə görə bilərsiniz. Ona görə də mütləq güvəndən bu hissəni oxumağınızı məsləhət bilirəm. Aydındır? Bəli. Hı. İndi mən sizə bəzi qeydləri yazıram ki, bu qeydləri inşallah yadımızda saxlayıb öyrənməliyik.
Ayda o vaxtı Ülviyə sənlə oxuyurdu. Bəli, müəllim. Əlaqə var bəs? Bəli. Salam deyərsən məndən. Deyirəm. Onun qardaşı da sizin qrupdaydı deyəsən. Ülvi idi də onun qardaşı ilə. Hə, ölüb. O hardadır? Qardaşı hərbi həkimliyə Londona getdi qəbul deyəsən. etdilər. Hə. Hərbi həkimliyi bitirdi mi onun qardaşı? Deyəsən, amma axırıncı dəfə Londona getdi. Yəni burada deyil. Hmm. Bəs Ülviyə Bakıdadır. Hə, Ülvi Bakıdadır. AP-ni bitirmiş də o. Hə. Özü də bir qrupda oxudu. Sənlə bir qrupda oxudu. Hə, eyni qrupa düşdü. Hə, əla. Salam deyərsən məndən çoxlu. Başqa əlaqə varmı kimlənsə yoxsa yox? Nərminlə var idi, o da getdi. Yəni hələ ki yoxdur. Yox, hələ Ülviyə ilə. Açıqlı qız elə Nərmin. Mənim çox danışan var idi. Bir də Firuzə var idi yadınızdadır. Firuzə, hə, Firuzəni arada Danışırsınız. bir dəfə gördüm şəhərdə mən. Bir dəfə gördüm, salamlaşdıq. Onlar bizə yaxın qalırdılar. Sonra artıq əlaqə etdi, görə bilmədim. Bir dəfə də o vaxtı gəlmişdi, kursa görüşmüşdük. İnşallah qismət olar görüşərik. Deməli, mən qeyd yazıram. buradan. Deməli, işıq mərhələsində aktiv üzvi maddəsi qaranlıq mərhələdə isə qaranlıq mərhələdə isə qlükoza üzvi maddəsi əmələ gəlir. Bu belə. İndi ikinci qeydimiz işıq mərhələsi yalnız işıqda qaranlıq mərhələ isə həm işıqda həm də qaranlıqda baş verir. Qaranlıq mərhələ isə həm işıqda, həm də qaranlıqda baş verir. Sonra deyəcəyik ki, fotosintez üçün mütləq işığa ehtiyac vardır. Niyə bunu dedim? İndi fotosintezi izah eləyəcəm ona əsasən. Deməli, fotosintez deyirik ki, bəzi bakteriyalar eksotermik reaksiyalar zamanı eksotermik o deməkdir ki, yəni enerjinin ayrılmasından gedən reaksiyadır. Reaksiyalar zamanı ayrılan enerjidən istifadə edirlər. Bu zaman həmin enerjidən üzvü maddə hazırlayırlar. Bunu ilk dəfə Vinogradski kəşf eləyibdir və xemosintez prosesi, 4 dəfə 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 4
həm işıqda, həm də qaranlıqda baş verir. İndi belə bir sual verim. İradə müəllimə, Nigar müəllimə. Sizcə e, gündüz vaxtı yer kürəsində daha çox üzvü maddə əmələ gəlir, yoxsa gecə vaxtı? Gündüz vaxtı. Bəs yaxşı, gecə vaxtı üzvü maddə əmələ gəlir, yoxsa əmələ gəlmir? Gəlmir. Çünki üzvü maddə işıqda gəlmir. Mən işıq fotosintez prosesində işıqda İndi baxın buna. günəş. Burada görürsünüz nə yazdım. Xemosintez prosesi həm işıq, həm qaranlıqda gedir. Xemosintezdə də nə əmələ gəlir? Üzvü maddə əmələ gəlir. Ona görə deyirik Demək onda gəlir. Xemosintezə görə, bəli, qaranlıqdadır, onda işıqdadır. ki, da işıqda da əmələ gəlir. Bəli. Deməli, birinci haqqında danışırıq kükürt bakteriyalarının. Kükürt bakteriyaları kükürtlü sularda olur və kükürtlü sular adətən hidrogen sulfitlə zəngin olur. Və yaxud da deyirik hidrogen sulfitlə zəngin olan sularda kükürt bakteriyalarının sayəsində hidrogen sulfit oksidləşərək kükürdə qədər oksidləşir. Nəyin sayəsində? Kükürt bakteriyalarının sayəsində. Bu zaman ayrılan burada Q2 var. Bax bu Q hərfi yazmışıq. Q hərfi, yəni böyük Q. O ayrılan enerjini bildirir. Həmin o enerjidən bakteriya özü üçün üzv maddə sintez edir. Başqa bir qism kükürt bakteriyaları isə kükürdü sulfat turşusuna qədər oksidləşdirir. Ayrılan enerjidən özü üçün üzv maddə sintez edir. Gəldik ikinciyə. Hidrogen bakteriyaları torpaqda sərbəst halda olan hidrogeni oksidləşdirərək suya qədər oksidləşdirir və ayrılan Q-dən, yəni enerjidən üzv maddə sintez edir. Azot bakteriyaları amoniakı NH3-ü, yəni oksidləşdirərək nitrit turşusuna qədər oksidləşdirir və ayrılan enerjidən özü üçün üzv maddə sintez edir. Həmçinin bir qism azot bakteriyaları da nitrit turşusunu, yəni HNO2-ni oksidləşdirərək nitrat turşusuna qədər oksidləşdirir və bu gördüyümüz Q2 var. Həmin o ayrılan enerji ondan da deməli özü üçün üzv maddə sintezində istifadə edir. Deməli buradan bizə məlum olur ki, bakteriyalardan fotosintez edici də var, xemosintez edici də var. Yadda saxlayırıq bu qeydimizi. Baxın. Xemosintez prosesi canlıların bir aləmində gedir. Hansılarda? Bakteriyalarda. İndi belə bir şey desək düzdür. Xemosintez gedirsə mütləq canlı bir hüceyrəlidir. Düzdür, səhvdir. Necə müəllim? Deyirik ki, xemosintez prosesi gedirsə, canlı mütləq bir hüceyrəlidir. Düzdür, səhvdir. Bir hüceyrəlidir, bəli. Çünki niyə? Xemosintez yalnız nədə gedirdi? Bakteriyalarda. Bakteriyalarda gedirdi. Ona əsasən də deyirik ki, canlı nədir? Xemosintez Bir gedirsə, hüceyrə. bir hüceyrəlidir. Bugünkü dərsimizin bitməsinə təxminən bir 30-40 saniyə var. Mən indi dərs bitən kimi sizə kitabdan hansı mövzuları öyrənəcəksiniz, onları deyəcəm. Onları öyrənərsiniz növbəti dərsimizə və inşallah sabah axşama qədər də videoları göndərərəm. Videolara baxarsınız. Bunlarla bağlı nəsə bir sual varsa buyurun. Müəllim, görəsən bu imtahanda bunlar düşmə ehtimalı varmı? İmtahanda kitabda olan hər şeydən düşmə ehtimalı var. Ona görə yaxşı oxumaq lazımdır. İnşallah ilin sonunda sevinərsiniz. Siz də biz də. İnşallah. Amin. İnşallah. Allahın köməkliyi ilə. Gecəniz xeyrə. Sağ olun. Sağ Sağ olun. ol.
Dərs